Hello, necəsiz qızlar? Gəlin birlikdə Temo kargomuzu açaq. Düşünürəm ki, yəni mənim kimi olanlar çoxdur. Yəni elə bir qadın tanımıram ki, kargo açanda xoşbəxt olsun. Təbii ki, mən də eləyəm. Gəlin birinci hansından başlayaq. Dodaq kombosu sifariş vermişəm, dodaq. Gəlin ona baxaq. Qoxusuna. Nə əcəb. Ay, çox qəşəng qoxur axı, şokolad da elə bil. Mən bununla artıq belə deyim də 2 və yaxud da 3 dəfədir sifariş verirəm. Amma heç bəyənmirəm qoxularını. Yəni o qədər bəyənmirəm ki, yəni dodağa vurulası şəkildə deyil də qoxuları. Bunun qiymətini mən 2.63-ə almışam. Amma indiki qiyməti 3.83-dür. 0608 nömrəsidir. Bəli. Yəni belə göstərim, baxın. 0608 nömrəsidir. Dodağımda da eləyəndə sizə mütləq şəkildə Instagramda paylaşacağam. Təbii ki, bir dırnaq ustası olaraq pilka sifariş vermişəm, amma necə olubsa nömrələrini səhv sifariş vermişəm. Yəni nazik pilka gəlib, mən istədiyim qalın pilkaydı. Bunlardan evdə var idi. Çox güman ki, bunları qaytaracağam. Bunun qiymətini sizə deyim. Mən 96 qəpiyə almışam. Amma indiki qiyməti 2 manat 16 qəpikdir. 5 ədədi. Bu da belə. Sonra burada bu nədir? Bir dəqiqə baxaq. Bu makyaj fırçasıdır. Nəysə. Təbii ki, də eləyə bilirəm. Niyə də eləyə bilməyim? Düşündüyümdən daha keyfiyyətli gəlib. Bir baxaq görək birinci. Ən əsas məsələ tükləri tökülür ya yox. Gördüyünüz kimi tükləri tökülmür. Bir də yəni mən əksəriyyətən Temunun məhsullarını bəyənirəm. Çox nadir hallarda bəyənmədiklərim olur. Hamısında yəni əməkdaşlıq falan yoxdur. Hamısını öz pulumla, yəni öz pulum da deyim, kocamın pulu ilə. Yəni çatır tutur girirəm, kocamın pulunu Temuda xərcləyirəm, belə deyim. Yəni ona görə bəyənirəmsə artıq hər şeydə bəyənir kimi yorumlar yazmayın. Çünki yəni öz pulumla alıram. Heç bir əməkdaşlıq da, yəni müftə də mal gəlmir. Bunun qiymətinə baxaq. 8 manata almışam. İndiki qiyməti 9.22-dir. Mən belə çoxdur burada növləri. Mən neçədən var? 3, 4. Belə sifariş vermişəm. Amma burada ədədləri var da, yəni bir neçə dənəsini ala bilərsiniz. Misal üçün 2 dənə istəyirsiniz, tək tavanli rumyano üçün onu tək ala bilərsiniz. Bu arada bu qızımdır, qızımın səsidir, həyatsızımın səsidir. Bütün evi götürüb. Əslində videonu ondan çəkmək istədim, amma gördüm ki, yox, mümkün deyil. Yuxudan durandan sonra bir müddət belə qışqıra-qışqıra oynayır. Deməli, bu bilirsiniz nədir qızlar? Bu təbii ki də özəl dönəmlərimizdə üzümüz səpir. Sivilcə deyək, sivilcəmiz çıxır. Bu, onun üzərinə vurursunuz, o orada yine adamı narahat eləmir də, özünə orada partlayır və bunu vurandan sonra üzərindən makyaj da eləyə bilərsiniz. Bunun da qiyməti, harada səhv eləmirəmsə, mən 93 qəpiyə almışam, indiki qiyməti 2.13-dür. Bunu yoxlayacağım, bu çox maraqlıdır mənə həqiqətən də. Bunu yoxlayanda Instagramda sizə post şəklində paylaşacağım. Instagramda da adam Fida Blogs'dur. Demək, kabro. Şəffaf bir kabro sifariş vermişəm. Belə şəffafdır. 1.34-də mən almışam. İndiki qiyməti 2.54-dür. Qızlar, belə qabdır. Mən qaşıma, kipriyimə, gənə gerçək yağı ilə falan qarışım eləyib vururam deyə düşündüm ki, bunu almalıyam da. Yəni 63 qəpiyə almışam, amma indiki qiyməti 1.83-dür. Hardasa neçə millidir bu? 10 milli. 10 milli yazılıb. Bu sirqa olmalıdır. Gümüşü rəng bir sirqa. Bəli. Mən qulağımdakiləri də Temudan almışam. 3 ayda artıq taxıram. Heç bir qaralması yoxdur. Hətta belə deyim də, yəni çiməndə belə qulağımda olur, yəni çıxartmıram. Yəni deyim, pis deyil. Bu mənim xırda tüklərim ki var.
Hansı ki bu xırda-xırda tükləri lakda sabitləmir. Muz da sabitləmir. Artıq son çarə olaraq bunu almışam. İndi bunu necə olacağını bilmirəm. İnşallah ki işə yarayar, artıq xahiş edirəm. Bunun aşağıda belə bir şey var. Təbii ki də mənim dırnağım olduğu üçün bu saat bunu eləyə bilməyəcəm. Ay, dırnağım ilişdi. Burada qoxusu çox qəşəngdir. İndiki qiyməti düşüb. İndiki qiyməti 4.64-dür, amma mən bunu 6 manata almışdım. 75 qramdır bu arada, onu da deyim. Bunları bir də makyaj fırçasını əslində çox həyəcanla gözləyirdim. Çünki yaxşı olacağını düşünmürdüm, açığı desəm. Yəni fikirləşirdim ki, nə olacaq oradan gələn. Ay, çox şirindir, yumuşaqdır. Bir dənə belə səhv eləmirəmsə gözaltı toz üçün evdə pudra yox, qəti pudra yox, toz. Ay, nə şirindir bu. Bunu da Instagramda bölüşəcəm sizə, bu yaxşıdır, yaxşı deyil deyə. Hamısını oradan keçid eləyib baxa bilərsiniz. Gəlin bunu açaq elə bu üstədir. Durub artıq hazır oldadır. Deməli, bu makyaj sumkasıdır. Reels videosu kimi, yəni içərisinə nə qədər məhsul gedirsə, onu çəkib paylaşaram. Keyfiyyət baxımından normal keyfiyyətdədir. Bir dəqiqə indi bunların da qiymətlərini deyim. Bunun sponsları mən endirimlə 2 manata almışdım, amma hal-hazırda 3 manat 20 qəpikdir. Keçək makyaj sumkasına. Bunun da qiyməti hardasa mən 4 manat civarında almışdım. İndiki qiyməti 11.25-dir. Mən alanda 6 manat neçə qəpik, 6 manat 85 qəpiyə almışam. Bir dəqiqə. Hə, bu şey olmalıdır, qaş sabitləyici. Bəli. Bu, yəni yadımdadır. Bunu %100 bilirəm ki, yadımdadır. 3 manat almışdım. Bəli, 3 dənə nəymiş? 3 manat almışdım. Normal qoxusu var, pis deyil. Bu arada fırçası da var yanında. Yəni ola almışdım ki, yəni yoxlayım görüm Temunun makyaj məhsulları necə olur. Çünki görürəm bir çox insanlar var ki, Temudan makyaj məhsulları almır qorxduğu üçün. Amma onu deyim ki, indiyə qədər aldığım sadəcə 3 dənə dodaq boyası olub. Bu 4-cüdür. Üçünün ikisinin qoxuları bərbad olub deyə istifadə eləyə bilməmişəm ümumiyyətcə. Amma qalan, misal üçün bu aldığımın qoxusu çox qəşəngdir. O biri də biraz normal idi. Amma yenə də onu istifadə eləmədim. Amma bunun qoxusu həqiqətən çox qəşəngdir. Şokolad qoxulu bildiyiniz. Ondan qabaqda indi qaş sabitləyici gel almışam. İndi görək o necə çıxacaq. Bu arada bunların hamısını da Instagramda bölüşəcəm. Link vasitəsilə də, normal şəkillə də hamısını çəkəcəm. Belə bir rubaşkadır. Bu arada yəni materialı çox qəşəngdir. Əslində belə düşünmürdüm, nə yalan deyim. Həm də qorxurdum vurmağa ki, birdən materialı qəşəng olmaz. Bir də onu apar qaytarma ilə kargonu gəlsinlər, götürsünlər falan filan. Yəni qorxurdum, amma bildiyiniz çox qəşəng materialı var. Bilmirəm, görə bilirsiniz, görə bilmirsiniz. Biraz sadəcə tük kimi bir şey qalxır, toz kimi bir şey qalxır, yəni havaya. O da düşünürəm ki, yandan sonra yəqin ki, düzələr. Yəni normal həqiqətən də çox qəşəngdir. Bunu da geyinib əynimdə bölüşərəm sizinlə. Bunu da ataq qırağa getsin. Son olaraq nə qaldı? Burada təbii ki, bu qədər məhsulun içindən ən azı bir dənəsini kocaman nəsə alım da. Mən yoldaşıma yeməyi iş üçün, evdən qoyduğum üçün belə bir sumka sifariş vermişəm. Bu arada heç şəkildə o auranı bəxş eləmirdi mənə. Elə bilirdim ki, çox belə bərbad bir şey gələcək də. Amma onu deyim ki, çox qəşəngdir. Olduğundan, düşündüyümdən daha qalındır. Baxın, yəni hətta maşına belə atıb yuya bilərsiniz. Çox bəyəndim. Həqiqətən bunu çox bəyəndim. Çünki bildiyiniz qalındır. Mən nazik olmağından qorxurdum. İstər qurtları olsun, istər bu hissələri olsun. Ki, yəni içinə nəsə dağılıb eləyəndə, amma normaldır, hətta qalındır. Deməli, rubaşkanın və bunun qiymətini sizlərlə bölüşəcəm. Qaş gelini zaten dedim, 3 manat almışdım. O dəqiq yadımdadır.
Rubaşkam yadımdadır ki, mən nə danışırsan? Mən 12 manata almışdım. İndiki qiyməti 23 manat 69 qəpikdir. Yenə bacınız yırtıb buradan. 12 manat almışam. Sumkanın da qiyməti indiki düşüb əslində. Mən daha bahaya almışdım. 6 manata almışdım, amma indi 4 manat 71 qəpikdir. Bəli, bu videoların davamını görmək istəyirsinizsə, bir də yoldaşım və qızımla da çəkirəm. Hal-hazırda içəridə də qışqırır. Siz yorumlara yazarsınız, yoldaşımla çəkim, bəbəşqa ilə çəkim, ya özüm tək çəkim. Məni izlədiyiniz üçün çox sağ olun. Baxım görüm neçə dəqiqəlikdir. Paşti 13 dəqiqəlik bir videodur. 13 dəqiqənizi mənə ayırdığınız üçün sizləri sevirəm. Hələlik.